Süd vəzi xəstəlikləri içərisində ən təhlükəli və sürətli şəkildə bədləşən və daha ciddi fəsadlara səbəb olan xəstəliklər hansılardır? Bunların içərisində birinci növbədə qranulomatoz mastiti misal göstərə bilərəm. Qranulomatoz mastit süd vəzinin iltihabi xəstəliyidir və uzunmüddətli müalicə və bəzi hallarda cərrahi əməliyyatla yekunlaşan bir xəstəlikdir. Bu xəstəliyin müalicəsi uzun müddət tələb edir. Süd vəzi vərəmi də gec diaqnostik olunan və bir qədər müalicəsi uzun müddət tələb edən xəstəliklərdən biridir. Süd vəzi xərçənginin infiltrativ ödemli forması da süd vəzi xərçəngi formaları içərisində öz bədxassəli gedişinə, aqressiv forma olmağına görə fərqlənir. Süd vəzinin infiltrativ ödemli forması uzun müddətli müalicə və nəzarət tələb edən bir xəstəlikdir və qeyd edeyim ki, təəssüf ki, süd vəzi xərçənginin digər formalarına nisbətən daha çox ölüm faizi bu formada biz rast gəlirik. Bəs nə etməliyik? Süd vəzi xərçənginin bu formasında təbii ki, daha ciddi və aqressiv müalicə tələb olunur. Əziz xanımlar, süd vəzilərinizdə hər hansı bir patologiya varsa, vaxtında həkimə müraciət etmək lazımdır. Çünki bir çox hallarda sizə sadaladığım bu xəstəliklər bizə gecikmiş mərhələdə müraciət edir pasientlər. Çünki sizə sadaladığım bu 3 xəstəliyin üçü də bir-birinə oxşar formada olur. Yəni süd vəzi qızarır, şişir və bəzi hallarda gilədən maye gəlir, dəridən iril və ya iltihabi formalı bir maye axa bilir. Bunların hər üçü bir-birinə oxşayan xəstəlikdir. Ancaq bunları ayırmaq, dəqiq diaqnoz qoymaq və bu diaqnoza uyğun da müalicə seçmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.